və image etiketini bu şəkildə yazıram. Search atributuna uzantının yolunu qeyd edirəm. Yəni faylın uzantısının yolunu qeyd edirəm. /gallery qovluğunun içərisindəki image2.jpg formatlı şəkli bu formada yazıram və ekranda da görmüş olduğunuz kimi şəkil gəlmiş oldu. Burada alt atributu o deməkdir ki, əgər faylın uzantısı düzgün yazılmamışdırsa, misal mən gəlib bura hər hansısa bir hərf əlavə edirəm. Baxın, şəkil yox olmuş oldu. İstifadəçiyə yazını göstərmək istəyirəmsə, not found yazıram və istifadəçi not found yazısını görərək şəklin uzantısının səhv olduğunu bu formada bildirmiş olduq. Və burada data tree image yazaraq dataseti bu şəkildə əlavə edirik. Tutalım ki, bunun adını da gallery yazırıq. İndi burada index.js'yə gəlirəm və image dəyərini konsolda görmək istəyirəm. Baxın, bu yazıya klik edirəm və burada da birdən çox özəllik və metodları görmüş olduq. İndi ən lazım olan propertylər, yəni xüsusiyyətlər bunlardır. Image.search yazdığım zaman .search yazıram. Baxın, burada şəklin linkini bizə vermiş oldu. Və yaxud da ki, image.alt yazaraq not found dəyərini bu şəkildə görmüş olduq. Şəklin genişlik və hündürlüyünü, yəni DOM-da şəklin genişliyini və hündürlüyünü image.width və yaxud da ki, image.height deyərək bu şəkildə görmüş ola bilərik. Burada indi hal-hazırda index.html-də bu hərfi silirəm, şəkil tam gəlsin. Konsolda hündürlüyünün 300 piksel, genişliyinin isə 300 piksel olduğunu bu şəkildə görmüş olduq. Və yaxud da ki, şəklin özünün genişlik və, yəni natural genişlik və hündürlüyü natural width 300 piksel, natural height 300 piksel olaraq görmüş olacaq. Bu da şəklin özünün genişlik və hündürlüyüdür. Image.className yazaraq əgər klası varsa dəyəri göstərmiş olacaqdır. İndi hal-hazırda class yazılmayıb. Misal mən gəlib burada class olaraq image yazıram. Baxın, image dəyərini görmüş olduq. Əgər mən gəlib bura ikinci bir class adını yazsam, baxın, indi hal-hazırda image və image bir şəklində görünür. Bunu bir massiv formatında görmək istəyirəmsə, class list propertisindən istifadə edəcəm. Və baxın, DOM token list obyektində image və image 1 dəyərlərim bu şəkildə massiv içərisində gəlmiş olacaqdır. Və son olaraq dataset propertimizdə vardır ki, bu da index.html-də baxın yazdığımız data image dəyərini bizə vermiş olacaqdır. Və burada image keydir, gallery isə onun dəyəridir. İndi index.js'də bizdə set attribute, get attribute kimi metodlarımız da vardır ki, bunu biz keçən dərslərimizdə görmüşdük. İndi vaxtı uzatmadan, yəni image-ə aid olan vacib məqamlara toxunmaq istəyirəm. Max metodu vardır ki, max metodu ilə CSS selektorlarını seçmiş olduq. Misal, mən gəlirəm burada max yazıram və burada tutalım ki, image bir class name-ini yazmış olalım və true cavabını almış olduq. Və yaxud da ki, image class-ını yazmış olalım, yenə də true cavabını almış olacam. Misal, image 2 yazsam, false cavabını almış olacam. Bu da nə üçün istifadə olunur? Yəni, bu metod nə üçün istifadə olunur? Tutalım ki, bir like butonu vardır. Developer əvvəlcədən like butonunun arxa plan rəngini
CSS faylında qırmızı yazmışdır və istifadəçi həmin like butonuna tıkladığı zaman CSS-də yazdığı, yəni CSS faylında yazdığı, tutalım ki like btn adlı bir class name bura əlavə olunacaqdır və like butonunun arxa planı qırmızı rəngə çevrilmiş olacaqdır. Query selector ilə işləyərkən ən vacib nöqtələrdən biri də null problemdir. İndi mən bu şəkildə yazıram. İlk olaraq index.html-də search attributunu silirəm və gəlirəm burada const image bərabərdir null yazıram. Bir boşluğu buradan silək. Daha sonra const üzr istəyirəm image nöqtə search bərabərdir test nöqtə png uzantılı bir faylı buraya yazdırmaq istəyirəm və altda da kodlarımız davam edir yazısını yazdırmaq istəyirəm. İndi errora baxırıq. Baxın burada sintaksis olaraq, yəni yazı cəhətdən düzgün yazmamışıq. Çünki burada 2 dəfə tanımlamışıq. Bir image onsuz tanımlanıb, ikinci image isə burada tanımlanması sintaksis cəhətdən düzgün deyil. Ona görə də error cavabını almışıq. Bunu bilirik. Ancaq mən burada ən vacib bir məqamı sizə göstərmək istəyirəm. Baxın, bura gəlirəm və burada kodlarımız davam edir yazısını görmüş olmuram. Nə üçün? Çünki kod artıq burada partlamış oldu və bizim bu erroru istifadəçinin işinə mane olmayacaq şəkildə bu formada yazmaq lazımdır. Tutalım ki, gəlirəm burada ya da burada. If image eğer varsa o zaman image nöqtə search-ü buradan alıram və bura əlavə edirəm. Daha sonra bunu silirəm və artıq konsolda kodlarımız davam edir yazısı gəlmiş olacaqdır. Və burada image tapmasa belə kodlarımız aşağıda davam etmiş olacaqdır. Bu nə üçün belə istifadə olunur? Çünki ola bilər ki, DOM elementləri yüklənməyə çalışarkən image biraz gec yüklənsin və image gec yükləndiyi zaman isə image-ə qədər olan kodlarımız işləyəcəkdir və image-dən sonraki kodlarımız işlək vəziyyətdə olmayacaqdır və bu da bəzən istifadəçilərin narazılığına səbəb olacaqdır. Real praktikada isə çox vaxt DOM content loaded event-ından istifadə edilir. Bu şəkildə yazırıq. Bunu silirəm. Burada document nöqtə add even listener DOM content loaded event-ını yazıram. Bu event bütün HTML sənədi, yəni DOM hazır olanda bir dəfə işləyən bir eventdir. Yəni burada HTML taqlarının hamısı DOM-a çevrilir. Div, image, input və digər etiketlər artıq seçilə bilir. Sonra isə event işə düşür. İndi DOM content loaded yazdım və arrow function ilə baxın burada image seçdiyim image'i burada yazmış olam. Bu DOM content loaded bütün etiketlər üçün yazılmır. Yəni DOM content loaded hər image, div və yaxud da ki digər elementlər üçün ayrıca yazılan bir event deyil. Bir dəfə yazılır və bütün DOM üçün keçərlidir. Bəzən optional chaining istifadə edərək daha clean və təhlükəsiz event handling yazırıq. Bu şəkildə istifadə olunur. Dala qayıdıram. Bunu silirəm. Və image nöqtə add even listener klik olduğum zaman
Gəlirəm burada arrow function ilə konsola click oldu yazısını yazıram. Və burada index.html-ə gəlirəm. Dala qayıdıram. Aha, şəklimiz gəldi. Baxın, bu formada elementi əvvəlcə yoxlayıb, yalnız mövcuddursa, yəni element əgər mövcuddursa, event əlavə edirik. Əgər mən gəlib, baxın, bura sual işarəsi qoysam, bu formada elementi əvvəlcə yoxlayıb, yalnız mövcuddursa, event əlavə edirik. İndi mən təkrar klik edirəm. Baxın, klik oldu, yazısı gəlmiş oldu. Real layihələrdə daha modern bir kod yazılışı vardır. Buna early return pattern deyilir. İstifadə qaydası bu şəkildədir. İndi mən bunu silirəm hamısını. Bura mən function name olaraq funksiyanın adı image change olsun ya da change image olsun. Parametre olmasın. Bura gəlirəm. Const image bərabərdir document nöqtə query selector ilə image'i seçirəm və burada şərt qoyuram. İndi təsəvvür edək ki, image xətalı oldu və image'in qarşısına mən nida işarəsi qoyaraq, əgər image yoxdursa, yəni bura təsəvvür eləyin ki, false cavabıdır və false cavabını mən true'ya çevirirəm. Yəni həqiqətən də image'in olmadığını mən true olaraq yoxlayıram ki, return yazaraq kodu sonlandırmış olum. Və burada erkən çıxış etmiş olduq. Və daha sonra tutalım ki, image.search bərabərdir test.png yazırıq və bunun altında da digər fərqli kodlar yazırıq. Yəni burada əgər image yoxdursa, kodumuz artıq sonlanacaqdır və alt kodlar çalışmayacaqdır və bu funksiya artıq işləmini dayandırmış olacaqdır və digər funksiyalar çalışmış olacaqdır. Yəni burada biz hal-hazırda bir funksiya görürük, ancaq real layihələrdə bir neçə funksiyanı da yazmış ola bilərik və həmin funksiyaların da çalışmağı üçün bu formada, bu qaydada erkən çıxış etmiş oluruq ki, burada partlamasın və kodlarımız artıq səliqəli halda digər kodlarımıza keçid almış olaq. Baxın, fikir verdinizsə, image üçün birdən çox yazılış növlərini görmüş olduq. Birdən çox xüsusiyyətlər və metodları görmüş olduq. Və bunlar real layihələrdə, real praktikada developerin bilməsi lazım olacaq şərtlərdir. Yəni, sosial platformalarda ən çox şəkil və videolardan istifadə edirik. İndi yazını hələ demirəm. Şəkil və videoları biz elə kodlaşdırmalıyıq ki, istifadəçisi hər hansısa bir error görmədən, hər hansısa bir xətalı vəziyyətə düşmədən səhifəni daha rahat istifadə edə bilsin. Bəs tipi fayl olan input nə işə yarayır? Gəlin indi onu görmüş olaq. Burada input yazıram və inputun tipi fayl olsun. Name olaraq gallery yazıram. ID olaraq image yazıram və bir də accept atributumuz vardır ki, bu da image'in hansı formatda yazıldığını, yəni hansı formatda istifadəçisi şəkli seçə bilər, onu göstərmiş oluruq. Misal, PNG formatında və yaxud da ki, JPEG formatında və yaxud da JPG formatında, yəni birdən çox formatda şəkli yükləmiş oluruq. Ancaq mən bütün formatlarda da dəstəklənməyini istəyirəmsə, ulduz işarəsi qoyuram. Yəni bütün formatlarda istifadəçisi şəkil seçə bilər. İndi biz burada bir və ya birdən çox şəkilləri seçə bilirik. İlk olaraq bir şəkildən başlayaq. Index.js-yə gəlirəm.
Bunu silirəm. Və const bura image bərabərdir document nöqtə query selector ilə burada id'si image olan faylımı bu şəkildə seçirəm. İndi konsola image yazıram. Tipi fayl olan inputumuz gəlmiş oldu. İndi JavaScript'te input'u query selector ilə seçdiyimiz zaman ən vacib bir məqamı biz event listener'da görməliyik. Niyə? Gəlin ilk olaraq konsolda özəllik və metodları görmüş olaq. Daha sonra bu sualın cavabını açıqlayacağım. Burada input yazısını bu şəkildə görürük. Və baxdığımız zaman yenə özəllik və metodları bu şəkildə görürük. Əgər seçilən faylı görmək istəyiriksə, baxın mən bir fayl seçirəm. Misal, bu faylı seçdim. İndi bu faylın dəyərlərini belə deyək, görmək istəyirəmsə, image nöqtə files özəlliyindən istifadə edəcəm. Baxın, burada file list şəklində gəlmiş oldu. Çünki hal-hazırda event işləməmişik deyə uzunluğunu 0 vermiş oldu. İndi gəlin belə deyək, bunu bir event ilə yazaraq görmüş olaq. Document nöqtə add event listener. Mən bura əgər klik yazsam, baxın sualımın cavabını indi demiş olam. Əgər mən bura klik yazsam və arrow function ilə konsola image nöqtə files yazsam, baxın nə olacaqdır. Mən klik edirəm. İndi şəkli seçirəm. Nə oldu? Klik olduğu zaman dəyərlərimiz gəlmədi. Buna səbəb klik işləmi yalnız bir dəfə klik olduğu zaman həmin dəyəri göstərir. Yəni hələ ki biz şəkil seçməmişik buradan. Avtomatik olaraq yazını baxın ikinci dəfə yazmış oldu. Və burada da belə deyək, şəkli seçdik deyə image3.jpg-ni dəstəklədi. Baxın bir daha klik eləyirəm. İndi nə oldu? 0. Yəni uzunluğunu 0 kimi vermiş oldu. Ona görə də əgər mən gəlib burada change event'ından istifadə etsəm, bu artıq indi konsola baxın, seçdim, daha doğrusu tıkladım və aşağıya düşmək istəyirəm. Baxın, konsolda hər hansısa bir yazı gəlmədi. İndi mən bunu seçirəm. Baxın, həmin anda file list adlı bir obyekt gəldi və bunun da içərisində name, size, tip kimi özəllik və metodlarımız da vardır. Baxın, last modified kimi. İndi bunların hər biri nə işə? 1, 2, 3, name, tip kimi özəllik və metodlarımız vardır. İndi bunların hər biri nə işə yarayır? Mən indi 0-cı indeks yazdığım zaman baxın bir daha seçirəm və artıq burada name, size, tip özəlliklərini görmüş olduq. Burada name faylın adıdır. Ən çox diqqət etməli olduğumuz məqam da tipdir. Çünki index.html-də mən gəlirəm burada png formatında şəklin dəstəklənməsini istəyirəm. Yəni choose file inputuna klik edirəm. Baxın, n-disk qovluğunda olduğumuza rəğmən burada şəkilləri görməyəcəyik. Çünki mən index.html-də png formatında dəstəklənən şəkilləri görmək istəyirəm. Bu da png formatında olmadığına görə n-disk qovluğunda şəkillər gəlməyəcəkdir. Baxın, bir daha pictures faylına gəlirəm. N-diskdə şəkli görmüş oluruq, ancaq klik etdiyim zaman gəlməyəcəkdir. Əgər mən gəlib index.html-də ulduz işarəsini qoysam və bir daha klik edirəm,
Baxın, N-disk qovluğunda şəkilləri görmüş olacaq və bunu seçirəm. Name, size, tip kimi özəllikləri görmüş olduq. Index.js'də də şərt yazaraq, misal bura if, əgər faylın tipi, bura gəlirəm, faylın tipi starts with metodundan istifadə edirəm. Image /png ilə başlayırsa, bura mən konsola yes yazıram. Başlamırsa, yəni else konsola no yazıram. Aha, bunu buradan götürürük. Və kodumuzu sərbəli hala salaq. Və if'in mötərizənin arxasına əlavə edirik. Yəni bura. Və bir daha kodumuzu sərbəli hala salaq. Və choose file inputuna klik edirəm. Image 3 şəklini silirəm. Baxın, PNG formatında olmadığına görə no cavabını almış olduq. Əgər mən gəlib burada nida işarəsini qoysaydım, bir daha şəkli seçirəm. Baxın, yes cavabını almış olacam. Çünki inkar edir. Yəni PNG formatında olmadığını inkar etmiş oldu. Bu true cavabını aldı və yes cavabını konsolda görmüş olduq. İndi ən önəmli JavaScript-də ən önəmli size'dır. Faylın ölçüsünü byte ilə verir. Dala qayıdıram. Ya da konsolda bunu console.log kimi yazıram və buranı silirəm. Mötərizəni də silək. Şəkli seçmiş olaq. Baxın, burada size 16844 şəklində verib. Bu təxminən 16 kilobaytdır. Bu çox vacib bir input faylının vacib bir hissəsidir. Çünki əgər faylın ölçüsü 2 milyon və daha yuxarı olarsa, error vermiş olacaqdır. Yəni istifadəçiyə error gəlmiş olacaqdır. Error vermiş olacaqdır. Kodlarımız işləmini dayandıracaqdır, belə deyim. Bunu da yenə şərt ilə yoxlayırıq. Əgər faylın sayı 2 milyondan böyükdürsə, ya konsola ya da ki istifadəçiyə fayl çox böyükdür yazısını yazmış oluruq. Ola da bilər ki, istifadəçi PNG, JPG ya da JPEG formatında deyil, PDF formatında göndərmək istəsin. O zaman index.html-ə gəlirəm. Baxın, burada accept atributunun içərisinə application /pdf yazıram və yaxud da ki /word deyə yazıram. İndi pdf deyə yazıram. Yəni bu pdf deyə yazıram. Və bu şəkildə də pdf formatında və yaxud da ki word formatında olan faylları seçmiş olacaq. Yəni bunları real layihələrdə onsuz da görəcəyik. İndi qısa olaraq dərsi yekunlaşdırmaq istəyirəm artıq. Çünki uzun bir mövzu oldu bu dərs və bunları biz real layihələrdə gördüksə tam oturmuş olacaq bu mövzular. Index.js'də burada bunu dəyişirəm və index.js'də bir də bizim last modified adlı özəlliyimiz də vardır. Bu fayl kompüterdə son dəfə nə vaxt dəyişdirilibsə, o tarixi timestamp kimi göstərir. Yəni biz bunu real vaxta çevirmək istəyiriksə, gəlirəm burada const date bərabərdir new date yazıram və mötərizə açaraq file nöqtə
last, daha doğrusu bunu buradan silirəm. Evet, bunu buradan silirəm və bura əlavə edirəm. Nöqtə last modified yazısını yazıram və konsola date yazısını bu şəkildə əlavə edirəm. İndi şəkli seçirəm. Baxın, burada şəklin nə zaman yükləndiyini, tarixini, vaxtını, yəni bazar günü aprelin 30-u 2025-ci ildə saat 11:39-da şəkil yüklənib. Yəni şəklin köhnə olduğunu artıq bilmiş olduq. Və son olaraq birdən çox fayl seçmək istəsək, bura gəlirəm, multiple atributunu yazıram. Daha sonra şəklin müvəqqəti görünməsi üçün də div klası preview olan bir divi yazıram. Bunu səhv yazdım. Bu şəkildə indi şəkil gəldiyi zaman preview divində göstərməsini bu şəkildə seçdik və burada preview divimi də seçirəm. Class olaraq bunu kopyalayıram və bura əlavə edirəm. Və image faylını seçdiyim zaman gəlirəm burada, bunu silirəm. Const files bərabərdir image nöqtə filesi buradan seçirəm. Daha sonra şərti yoxlayıram. Əgər belə bir fayl yoxdursa, files nöqtə length uzunluğu yoxdursa, o zaman kod dayansın. Return olsun. Daha sonra preview divinin inner HTML-ni mən bərabər eləyirəm sadəcə boş dırnaqlar, yəni əvvəlkiləri artıq silmiş olan buradan və nöqtə vergülü əlavə edirəm. İndi isə əgər files varsa, mən bu filesi bir array-yə çevirirəm. Yəni bunu nöqtə files deyərək bir array-yə çevirdim, yəni massivə çevirdim və for each metodundan istifadə edərək faylı bu şəkildə alıram. Və arrow function ilə burada bunu silirəm, buraya əlavə edirəm. İlk olaraq konsola baxaq. Faylı seçirəm. İndi şəkli seçmiş olaq. Baxın, faylım bu şəkildə gəlmiş oldu. İndi burada da yoxlama, yəni şərt qoyuram. Əgər deyirəm faylın tipi start with, yəni starts with deyirəm. Əgər faylın tipi image slash ilə başlamırsa, o zaman burada da kodu return eləyib dayandırıram. Yox, əgər başlayırsa, o zaman const deyirəm. Deməli, image bərabərdir document nöqtə create element, yəni bir element yaradıram. Hal-hazırda dərs boyunca biz bunu keçməmişdik. Növbət dərslərimizdə bunu keçəcəyik. İndi bu şəkildə görmüş olun. Create element metodundan istifadə edərək image etiketini yaratmış oldum və const URL deyərək URL nöqtə create object URL faylı bura əlavə edirəm. Yəni burada bir blob yaranmış oldu.
blob da nədir? Blob binary large object deməkdir. Yəni JavaScript-də binary, yəni ikili məlumatları saxlayan obyektdir. Burada şəkil, video, fayl kimi raw datanı JavaScript daxilində obyekt kimi idarə etməyə imkan verir. İndi mən gəlirəm burada image.search deyərək URL-i buraya əlavə edirəm. Və image.style deyərək stil vermiş olam. Bunun stilinin genişliyini vid yazaraq misal 100 piksel vermiş olaq. Daha sonra image.style bunun da marginini misal 5 piksel yazaq. Bu şəkildə. Daha sonra son olaraq image.onload deyərək burada arrow funksiyonundan istifadə edirəm və url.revoke object url deyərək burada URL-i artıq dayandırmış olam. Yəni ilk olaraq blob yaratmış olduq burada və həmin blob sayəsində biz gəldik image-in search-inə bu URL-i əlavə etdik. Yəni linki bura əlavə etdik və sonda da yaddaş sızıntısı olmasın deyə URL revoke object URL metodundan istifadə edərək bu URL-i yaddaşdan silmiş olduq. Ancaq bu image-in öz yaddaşında URL şəklində qalacaq ki, biz də şəkilləri görmüş olacaq. Və sonda isə preview divimə .append child deyərək image-ləri buraya əlavə edirəm. Və bu şəkildə kodlarımızı sərgəli hala salıram və indi hər iki şəkli buradan seçirəm və aç dediyim zaman baxın, hər iki şəkil ekranda görsənmiş olacaqdır və iki fals yazısını da burada görmüş olacaq. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.